Aprel ayının hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə havanın orta aylıq temperaturu və aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox ola bilər. Aprelin ilk günlərində ölkə ərazisində əsasən yağmursuz, lakin bəzi şimal və qərb rayonlarında yağıntılı hava proqnoz edilir. Şimal-qərb küləyi üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında gündüzlər 15-20, bəzi günlərdə 25-30 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox ola bilər. Rayonlara gəlincə, Aran zonalarında 19-24, bəzi günlərdə 27-32 dərəcə isti, dağlıq rayonlarda isə 12-17, bəzi günlərdə isə 23-28 dərəcə isti proqnoz edilir. İstənilən hava şəraitində sizə xoş əhval-ruhiyyə, bol ruzi bərəkət arzu edirik. Süfrələrimizin vazgeçilməzi və qida rasionumuzun ən önəmli qidalarından biri olan bal məhsulları haqqında danışmaq istəyirəm. Arıçı Vidadinin cənub bölgəmizdə yetişdirilən bal məhsulları çox faydalıdır, qatqısızdır və tam təbiidir. Mütləq zəng edin 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayın. Arıçı Vidadi şəxsən özü cavab verəcək və istədiyiniz bal məhsulunu sizə çatdıracaq. Onda qeyd edək ki, bütün bölgələrimizə çatdırılma pulsuzdur. Elə indi zəng edin.